Su sərtliyə qarşı güc göstərməz. Əslində o sadəcə axar və axa-axa o kobud daşları aşar deyə düşünürəm. Bu metafораları əbəs yerə gətirmirəm. Bax, o qayalara rast gəldikdə yolunu dəyişməyi bacarır, lakin əsla dayanmır. İnsana dərs verir su sanki. İnsan həyatı da elədir. Maneələr, o dediyimiz o həmin qayalar, hansını ki qeyd elədik, onun qarşısında durğunluğa düşməmək, əksinə deyərdim ki, formamızı dəyişib məqsədə doğru davam etmək o suyun əbədi dərsidir. Və bu dərsdən nəticə çıxara bilən insan əslində fikir vermişsə sakit görünür, amma dağları yara bilən insana çevrilir. Qəribə səslənsə də su hər zaman kiçildici gücə sahibdir. O hər zaman ən alçaq yeri tutur, lakin bu alçaqlıq onu ən güclü formaya, dənizə, okeana çevirir. Bu da bizi öyrədir ki, təvəzzökarlıq və sadəlik gücün qaynağıdır. Və təvəzzökar insan hər şeyi öz qəlbinə, canına çəkməklə əslində böyük bir güclü axın yaradır.